Dostlar buradasınızsa devam edək. Hamı buradadır. Arzu xanım buradadır. Nəsə demək istəyirsə Arzu xanım buyurun. Çok sağ olun. Sadece burada olduğumu bildirmek istedim. Tamam. Mən də buradayam. Belə, hamı buradadırsa, ümid edirəm ki, burada olduğumu bildirməyənlər də buradadır. Davam edək. Aha, əla, əla. Keçək bot mövzusuna. Botlar nə üçündür, yoldaşlar? ChatGPT-nin daxilindəki botlar hər hansı bir sahəyə spesifik şəkildə yanaşmasını istəyirsinizsə, o istiqamətdə işləməyini istəyirsinizsə, botlar yarada bilərsiniz. Bugünkü dərsimizdəki bu verdiyim fayllar ki var idi, hansı ki prompt faylları. Bu faylları həm özünüz oxuya bilərsiniz. Görmürəm, buradadır. Bu faylları həm özünüz oxuya bilərsiniz, həm də ki oxumaqla paralel bu faylların əsasında da özünüz üçün prompt botu hazırlaya bilərsiniz. Bu botu təkcə prompt üçün deyil, vergi sahəsi üzrə prompt hazırlaya bilərsiniz. Mühasibat sahəsi üzrə, hüquq sahəsi üzrə prompt hazırlaya bilərsiniz. Prompt deyirəm, bot hazırlaya bilərsiniz. Botun özəlliyi ondadır ki, siz bota həm sistem promptu verə bilirsiniz, necə davranmasını öncədən deyə bilirsiniz. Həm də ona məlumat əlavə edə bilirsiniz. Həmin məlumat əsasında çalışır. Yəni normalda bir söhbətin daxilində mən Azərbaycan qanunvericiliyi haqqında ona suallar versəm, yetərli məlumat verməyə bilər. Çünki internetdən həmin məlumatı vaxtında tapıb gətirib onu verməyə bilər, yaxud da yanlış bir məlumatı götürüb verə bilər. Amma mən botun daxilində bot hazırladığım zaman botun daxilinə özüm məlumatları yerləşdirdiyim üçün həmin məlumatların sırf əsasında verəcək mənə cavablarını. ChatGPT use case, action və s. Genuine prompt bot. Məsələn, bunu mən hazırlamışdım prompt əsasında və burada girib ChatGPT düzənlə bölməsindən baxa bilərəm ki, buna hansı fayllar verilib. Görürsünüz, bu faylları vermişəm və mən ona burada artıq nə versəm, sual verdiyim zaman, sorğu verdiyim zaman bu faylların əsasında mənə cavab verəcəkdir. İndi gəlin sizlə birlikdə prompt bot hazırlayaq. Mən niyə bota prompt deyirəm? İndi dalbadal onu anlamadım. Deməli, burada GPT-lər bölməsidir. Sizin burada başqalarının yaxud da özünüzün hazırladığı bütün botlar burada görünür. Bu arada ChatGPT-də belə bir şey var. Ödənişsiz versiyada başqalarının botlarını, başqalarının hazırladığı botları istifadə etmək mümkündür. Amma ödənişli versiyada özünüzdə yarada bilirsiniz, həm də başqalarını istifadə edə bilirsiniz. Ödənişsiz versiyada isə yalnız başqalarının düzəltdiklərini istifadə edə bilirsiniz, özünüz bot yarada bilmirsiniz. Elə sırf ona görə səbəblərdən biri də o idi ki, məsləhət görürdüm ki, Go hesabını alasınız ki, özünüz də botlar hazırlaya biləsiniz. Burada botlar bölməsinə keçmək üçün GPT-ləri kəşf edə klik edirik. Bu arada siz məsələn botu 5.2 modeli ilə hazırlamısınızsa, pulsuz rejimdə istifadə edən adam belə o botdan istifadə etdiyi zaman sistem ona 5.2 ilə, yəni ödənişli versiyanın cavabı ilə cavab verəcəkdir. GPT-ləri kəşf edə klik edirik. Burada belə bir bölmə açılır. Bu ChatGPT tərəfindən bizə verilən bəzi botlar var və həmçinin də şirkətlər tərəfindən də açılan botlar var. Görürsünüz, məsələn, Canva-nın burada var, bir çox şirkətin Mandi'nin var və s. kimi şirkətlərin burada botları var. Şirkətlər botları hazırlama səbəbləri, insanlara təqdim etmə səbəbləri, yəni səbəblərindən biri də odur ki, onların bir növ reklamıdır. Buradan insanlar girir, görür, istifadə edir və s. Daha sonra keçid edib saytlarında da istifadə edə bilərlər. SEO ilə bağlı botlar var və s. ChatGPT bizə bu botları burada adını yazaraqdan axtarış etməyimizə icazə verir. Həmçində aşağıda kateqoriyalara bölübdür. Yazma üzrə olan botlar, ürətkənlik üzrə, yəni produktivlik üzrə, araşdırma və analiz, öyrənmə üçün, yaşam tərzi, dali şəkil düzəltmək üçün buna ehtiyac yoxdur. Proqramlama üzrə var, sırf proqramlama sahəsi üzrə. Yəni bu botların içindən seçib baxa bilərsiniz ki, sizə hansı uyğundur, onu istifadə edəsiniz. Botu istifadə etmədən əvvəl botun üzərinə klik etdiyiniz zaman həmin botu neçə nəfər istifadə edibdir. Burada görürsünüz, içində neçə dəfə söhbət yaradılıbdır və insanlar bu bota dəyərləndirməsi, reytinqinə baxa bilərsiniz. Yəni reytinqi aşağı olan bot o deməkdir ki, bot yaxşı nəticələr vermir
Bu səbəbdən də o botu artıq istifadə etməyinizə ehtiyac yoxdur. Yəni başqalarının botunu istifadə edəcəksinizsə, reytinqinə və neçə nəfər nə qədər bu botdan istifadə edib ona mütləq şəkildə baxmağınızı tövsiyə edirəm. İndi isə keçək özümüz bot yaratmağa. GPT-lərimə klik etdiyim zaman mənim yaratdığım botları göstərir buradan. Buradan da GPT botu oluştur deyə bilirəm. Yaxud da ki, çıxış etdi. Yaxud da ki, burada oluştur düyməsinə klik etdiyim zaman məni bot düzəltmək bölməsinə aparır. Burada iki cür bot düzəltmək olur. Biri yapılandır olaraqdır. Yapılandır olaraq daha bəsitdir. Sadəcə necə davranmağını istəyirik filan. Biz oluştur düyməsindən oluştur deyirəm, məsələn, biz yapılandırdan eləyəcəyik. Oluşturda sadəcə prompt yazırsınız ki, bu bot necə davransın, budur. Və çox bəsit olduğuna görə bunu məsləhət görmürəm, çünki bunun içinə fayl əlavə etmək olmur. Bəsit şəkildə bir sadəcə müəyyən tapşırıq verirsiniz ki, məsələn, mən sənə sual verəndə mənim suallarıma qısa şəkildə cavab ver. Yaxud da bir filan sahə üzrə ekspert kimi cavab ver. Bu şəkildə olur. Yapılandır bölməsindən isə artıq botumuza şəkil yükləmək istəyirsə buradan şəkil yükləyə bilirik. Bota profil şəkli olur botun. Necə ki, məsələn, WhatsApp-da profil şəkli qoyuruq eyni şəkildə. Botumuza ad verə bilirik. Məsələn, gəlin test üçün buna bir ad verək. Nə ad verək? Mən yenə prompt bot düzəldəcəm yəqin ki, çünki kompüterimdə hal-hazırda prompt faylları ən yaxın götürə biləcəyim fayllardır. Prompt bot AI for work dedim. Açıqlama bölməsi. Açıqlama bölməsi bu botun nə işə yaradığını qeyd etmək üçündür. Bura və yazdığınız mətin botun işləməyinə heç bir şəkildə təsir etmir. Bu nə üçündür? Bayaqları klik elədik, gördük botun altında açıqlaması var idi, adı var idi və s. Və insanlar burada görür ki, bu bot nə işə yarayır? Bu bunun üçündür. Yəni açıqlamada nə yazsanız qısaca insanlar bota girmədən əvvəl görəcəklər ki, bu bot filan məqsəd üçün yaradılıbdır. Altında isə təlimatlardır. GPT nə işə yarar? Bu bot yəni necə davranmalıdır, nə etməlidir? Bunun strukturunu qurursunuz, ona verirsiniz. Konuşma başlatıcılar necə ki, hazır cavablar vermək olursa, Instagramda və s. şablonlar yaratmaq olursa, eyni şəkildə burada da şablonlar vermək olur ki, məsələn, salam, mənə birini salam eləyə ilə sadəcə salamlaşma olsun. Birinə deyək ki, strukturlu JSON strukturlu üçün JSON promptu yaz. Başqa bir söhbət başlanğıcını deyə bilərəm ki, JSON şablon yaz. Məsələn, siz də öz iş prosesinizə uyğun bu konuşma başlatıcıları, bu şablonları yarada bilərsiniz. Bu nə işə yarayır? Sizi bura klik etdiyiniz zaman birbaşa prompt kimi onu qəbul edəcək. Yəni həmin şeyi yazmağa ehtiyac olmayacaqdır. Və gördünüz, birbaşa özü başladı orada yazmağa həmin mövzunu. Nəysə, bu test üçün klik eləmişdim. Davam edək. Burada bilgi. Bunun içinə biz fayl əlavə edə bilirik. Fayllarımız ola bilər ki, hər hansı bir PDF faylı olsun, Word faylı olsun və s. kimi fayllar əlavə edib özünüz işinizlə bağlı strukturlaşdıra bilərsiniz. Hətta burada nə etmək mümkündür? Baxın, əgər mən burada təlimatlar bölməsində mühasibatla bağlı əgər hazırlayıramsa, təlimatlar bölməsində yaxud da burada fayl bölməsinə öz şirkətimin rekvizitini yazsam, desəm ki, mənim bank hesabım budur, şirkət direktoru budur, rekvizitlərim budur. Bunu verdim. Daha sonra təlimat verdim, hazırladım ki, mən sənə müqavilə şablonları verdiyim zaman həmin şablonlarda icraçı hissəsinə mənim rekvizitlərimi əlavə et. Bu zaman nə olacaqdır? Mən ona hər hansı bir müqavilə şablonu verəcəm. O şirkətdə icraçı hissəsini dəyişib, yaxud da boşdursa ora birbaşa götürüb mənim şirkətimin rekvizitlərini əlavə edəcəkdir və mənə qaytaracaqdır. Yazdım. Fayllarımı seçirəm buradan. Gəlin, fayl seçək. Buradan hansı faylı? Təqdimatlar, prompting. Promptingdən bir neçə fayl da seçə bilərsiniz, yaxud da bir fayl seçə bilərsiniz. Artıq əlinizdəki materiala bağlıdır. Fayllarımı əlavə edirəm. Fayllar burada yüklənir. Burada təlimat verirəm. Sən
yazmaq üzrə ekspertsən. Verilən profession verilən mövzuya uyğun olaraq professional promptlar yazmalısan. Və sairə və sairə. Böyük şəkildə yaza bilərsiniz. Hətta ən daha rahat üsulu sizin üçün nə olacaqdır? Buradan yenidən ChatGPT-nin bir pəncərəsini aça bilərsiniz. Deyə bilərsiniz ki, mən GPT yazacaqdım. GPT bot düzəldirəm. Bot professional yazmaq üçündür. Həmçinin verilən mövzu üzrə belə. Dedim ki, mənə sistem promptu yaz. Yəni məqsədimi izah elədim ki, mən bunu eləyəcəm. Ona bu məlumatları verəcəm. Mənim üçün bir sistem promptu yaz. Və görün, indi sistem promptu yazır. Sən peşəkar prompt injiner rolunda çalışan süni intellektsən. Sənin əsas məqsədin istifadəçinin verdiyi mövzu əsasında yüksək keyfiyyətli, aydın, strukturlaşdırılmış istifadəyə hazır promptlar yazmaqdır. İş prinsipi və s. hamısını yazır. Buradan da götürüb kopyalayıb, aparıb sistem promptu olaraq botun daxilində verə bilərsiniz. Mütləq şəkildə sistem promptunu vermədən öncə özünüz oxuyun. ChatGPT ola bilər ki, sizin verdiyiniz məqsəddən kənara çıxar. Ona görə də yəni süni intellekt ümumiyyətlə işlədiyiniz zaman işin %100-ünü ona həvalə etməyin. İşin %90-ını, %80-ini, geri qalanını isə mütləq şəkildə özünüz yoxlayın. Belə, deməli, sistem promptumda yazdım. Yazandan sonra burada ən aşağıdakı bölmə deyir, önərilən yaxud da hansı modellə işləsin. Önərilən model yox, yaxud da GPT.2-ni seçə bilərəm. Web araması bu nə üçündür? Məsələn, əgər siz vergi xidməti üzrə, yaxud da ki, hüquq sahəsi üzrə prompt bot hazırlayırsınızsa, internetdə axtarışı bağlamağınızı tövsiyə edirəm. Niyə? Çünki o gedib internetdən də məlumat götürə biləcək və internetdən hər hansı bir yanlış məlumatı götürüb sizin verdiyiniz tapşırığı korlaya bilər həmin yanlış məlumatla. Ona görə o tip tapşırıqlarda internetin axtarışını bağlamağınızı tövsiyə edirəm. Bu açıq olduğu zaman cavabı həmçinin internetdən də götürə bilər, verdiyiniz fayldan da götürə bilər. Əgər bağlıdırsa, əgər açmamısınızsa, yalnız verdiyiniz faylların əsasında sizə cavab verəcək. Canvas rejimidir. Canvas rejimini açıq saxlaya bilərsiniz. Əgər şəkil düzəltmək üçün düzəldirsinizsə botu, şəkil düzəltməyini açıq saxlaya bilərsiniz. Əgər şəkil tələb olmayacaqsa, bunu da bağlaya bilərsiniz. Belə, burada hər hansı bir yenilik başqa yoxdur. Gelişdirmək üçün GPT-də konuşma verilərini kullan. Yenidən burada bağlaya bilərsiniz ki, sizin söhbətlərinizi, botdakı olan söhbətinizi modeli yaxşılaşdırmaq üçün istifadə etməsinlər. Burada eylemlər düyməsi var. Eylemlər düyməsi daha çox biraz texniki konfigurasiya tələb eləyir. API və s. inteqrasiyası etdiyiniz zaman olur bu. Hələ ki, ağlınızı qarışdırmaq istəmirəm bununla bağlı. Biraz da texniki olduğu üçün. Belə, yazdım, faylımı əlavə etdim, Canvas-a icazə vermişəm. Daha sonra isə buradan test edin. Yazdığınız botu test edin. Məsələn, burada nə deyək? Hər hansı bir şəkil düzəltmək üçün tutalım ki, prompt istəyirəm. Və həmçinin burada baxın, sistem promptunda verə bilərsiniz ki, promptla bağlı
başqa əlavə məlumat ehtiyac olduğu halda mənə sual versin. Bunu yazsanız ki, mənə sual ver. Siz burada bu cür qısa prompt yazdığınız zaman, sorğunu belə qısa etdiyiniz zaman sizə əlavə suallar verəcəkdir. Notebookun modeli nə olsun, ölçüsü nə olsun, ekranı neçə olsun və s. kimi suallar verib sizdən cavabı ətraflı şəkildə təsvir etməyinizi istəyəcək. İndi hal-hazırda birbaşa mənə qısa bir sorğunun nəticəsində prompt yazdı. Sən peşəkar vizual kontent yaradan, süni intellekt üçün detallı təsvir promptları yazan, fotoqrafiya və digital art mütəxəssisisən. Gördünüz artıq özü və gördünüz ki, mən sizə dərsin əvvəlində dedim ki, promptun əsas strukturu roldur, kontekstdir, tapşırıq və verilən nəticənin cavabının formatıdır. Eyni şəkildə süni intellektin özü də o cür yanaşır. Görürsünüzmü? Mən ona demədim ki, bu şəkildə yaz. Verdiyim bu faylların içində var bu şəkildə sistem qurmaq. Ona görə o bu şəkildə qurur. Rol verdi, konteksti yazdı, tapşırığı yazdı, qaydaları yazdı və çıxış formatını verdi. Belə. Gördüyünüz kimi prompt hissəsini də həmçində burada yenidən üzərindən keçmiş olduq. Və baxıram, əgər cavab məni qane eləyirsə, oluştur düyməsini klik eləyərəkdən bu botu yadda saxlayıram. Əgər yox, cavabı bəyənmirəmsə, gəlib burada sistem promptunda dəyişiklik edirəm. Demək ki, mənim sistem promptumda nəsə xəta var, yaxud da tam təsvir etməmişəm istədiyimi. Bu səbəbdən verilən nəticə mənə uyğun deyil. İndi baxırıq ki, ümumilikdə tam axıra kimi oxumadım, amma ümumilikdə ətraflı detallı şəkildə bir şəkil düzəltmək üçün lazım ola biləcək parametrlərin hamısını yazıb. Oluştur düyməsini klik edirəm və məndən soruşur. Sadəcə mən, bağlantıya sahib olan hər kəs, yaxud da cipçi mağazasında. Yoldaşlar, indi bir dənə zəhmət olmasa, əgər yadınızda qalırsa, açıqlaya bilərsinizmi bu 3 variant nə üçün idi? Bir nəfər könüllü olsun, desin ki, mən paylaşmaq istəyirəm. Yoldaşlar. Kimlər istifadə edə bilər? Bu botdan kimlər istifadə edə bilər? Onun seçimləridir. Böyük ehtimal ki, yalnız mən istifadə edeyim, yoxsa link göndərəcəm, söz mənim dostum istifadə eləsin və yaxud da mənim bu əməyimdən hamı faydalansın. Əla, bəli, tamamilə doğrudur. Bunun üçün idi. Buradan mən seçdim, linkə sahib olan hər kəs olaraq saxlayıram. Kaydet dediyim zaman botu yaratmış olacam. Bot hazırlanır. Sizin də biraz məlumat çoxdur. Hətta bu botları SNG ölkələrində bəzi insanlar hazırlayıb satdığı da olur. Botu çox mükəmməl hazırlayır, içinə lazımlı məlumatlar əlavə edir və s. və satanlar olur. Adətən mən qarşıma çıxıbdı Qazaxıstanda və s. vergi sahəsi üzrə, hüquq sahəsi üzrə botları hazırlayıb satırlar. Yəni botu professional qurduğunuz zaman həqiqətən də faydalı bir model olur. Demək istədiyim satın demirəm. Yəni demək istədiyim odur ki, yaxşı olduğu zaman həqiqətən buna insanlar ödəniş etməyə belə hazır olurlar. Görüntülə dediyim zaman məni yönləndirəcək həmin botun istifadəsinə. Əslində ekran getdi ekrandan. Belə, bu botda burada gördüyünüz kimi ciptlər bölməsində düşdü. Mən profil şəkli əlavə etmədiyim üçün ora kvadrat əlavə edibdir. İstəsəm buradan gizlədə bilərəm ki, burada görünməsin, yaxud da qala bilər. Daha sonra botu əgər yeniləyirəmsə, nəsə dəyişiklik etmək istəyirəmsə, bura klik edirəm və burada cipçiyi düzənləyə klik etdiyim zaman məni yönləndirəcəkdir həmin bölməyə, yenidən botun üzərində düzəliş etməyə başlaya bilərəm. Və də buradan linkini kopyalayıb götürüb başqa insanlara göndərə bilərəm ki, onlar da bu botdan faydalansınlar. Belə. Bu faylların burada onsuz da linkləri var. Bunlara daxil olub özünüz yükləyə bilərsiniz. Hamıya tövsiyə edirəm ki, özü üçün bir prompt botu hazırlasın. Yaxud da bir nəfər çox mükəmməl hazırlayıb paylaşa bilər ki, digər yoldaşlar da faydalansınlar. Bu hissələri sizinlə paylaşdıq. Üzərindən keçmək istəyirəm ki, sadəcə yadımdan çıxan hər hansı məqam varmı? Yoxdur. Tapşırıq, yoldaşlar, öz işinizə uyğun, xahiş edirəm, hamı öz işində real faydasını görə biləcəyi, istifadə edəcəyi 3 ədəd bot hazırlasın. Botu test etsin, nəticəni də bizlə paylaşsın link olaraq, biz də faydalanaq. Deməli, bunu niyə paylaşmışam sizinlə? Botu hazırlamaq üçün aydın məsələdir ki, botun keyfiyyəti ona verilən faylın keyfiyyətindən çox asılıdır. Əgər bota verdiyiniz fayl keyfiyyətli deyilsə, yetərli məlumat verməmişsə, aydın məsələdir ki, cipçi öz bildiyini əsasən hazırlayacaqdır cavabı və verdiyi cavab sizə bəzən qane etməyə bilər.
Müxtəlif qaynaqlardan götürə bilərsiniz prompt verəcəyiniz qaynağı botu hazırladığınız zaman. Onlardan biri də Google-dan axtarışdır. Google-dan necə etmək olar ki, biz faylın formatına görə axtarış edə bilərik. Burada bunu paylaşmışam. Yəni PDF axtarış hansısa mövzuda, məsələn Azərbaycan dili qrammatika kitabının qrammatikasının botunu hazırlamaq istəyirsinizsə, axtarış edə bilərsiniz. PDF file type yazıb 2 nöqtə sonra PDF yazsanız qarşısına yazdığınız sorğunu fayl olaraq axtaracaqdır. PDF faylı olaraq axtaracaqdır. Eyni şəkildə doc yazsanız Word faylı, TXT yazsanız text faylı kimi də axtara bilərsiniz. Azərbaycan dili qrammatika kitabının PDF-ni tapdığınız zaman onu yükləyib artıq istifadə edib bot hazırlaya bilərsiniz. Belə bir sayt var. Glassco. Glassco nə üçündür? Bunu da sizə qısaca olaraq paylaşım. Glassco bu arada ola bilər ki, xəta versin, işləməsin, çünki son zamanlar onu ödənişliyə keçirdiblər. Amma onun alternatifi olaraq indi bir platforma deyəcəm. Məsələn, tutalım ki, bu videoya daxil. Glassco nədir? YouTube-un extension'dır. Belə bir əlavə extension'dır. Bu extensionu yüklədiyiniz zaman və üzərinə klik etdiyiniz zaman, baxın yoldaşlar, sizə həmin YouTube videosunun transkriptini verir. Bu YouTube Summary-də Glassco ilə YouTube Summary demək olar ki, eyni funksiyaya malikdir. Yəni, əgər sizdə Glassco görsəniz ödəniş tələb edir, işləmirsə, YouTube Summary yazsanız, extensionlar mağazasında bu extensionu yükləyə bilərsiniz. Logosu budur. Yükləyə bilərsiniz və buradan sizə bütün videonun tamam transkriptini çıxaracaqdır. Və bunu kopyalayıb, aparıb bir Word faylına yerləşdirib, daha sonra isə GPT-nin botuna qaynaq kimi əlavə edə bilərsiniz. Əslində bu YouTube Summary botu da Glassp şirkətinin, görürsünüz burada aşağıda yazıb ki, Made with by Glassp. Glassp şirkətinin də, amma Glassp-ın özünü birbaşa yükləyəndə bəzən ödəniş istəyir, amma YouTube Summary hal-hazırda ödənişsiz işləyir. Bu nə cəhətdən faydalıdır? Ola bilər ki, sizin axtardığınız material xarici dildədir, Çin dilindədir və s. Çin dilində videonu da bu şəkildə onun götürüb transkriptini götürə bilərsiniz. Transkripti aparıb fayla yerləşdirib sonra bota verdiyiniz zaman həmin Çin dilindəki olan məlumat əsasında özünüzə bot hazırlaya bilərsiniz. Məsələn, kimlərsə maşın filan Çindən gətirirsə belə bir şey qura bilər özü üçün. Chatımıza mesaj gəldi. Yox, yeni deyil mesaj. Mən danışmaq istəyirdim, bir sualım olacaq. Buyurun, əl qaldırmışdınız ona görə. Səs oradan idi. Mən tam olaraq başa düşmədim. Botun faydası bizim üçün nə olacaq? Biz nəyə görə bot hazırlamalıyıq? Qısa bir şəkildə deyə bilərsiniz təkrardan. Bot müxtəlif sahə üzrə. Məsələn, mən örnək gətirdim ki, Azərbaycan dili qrammatika botu hazırlaya bilərsiniz ki, yazılarınızı, qrammatik səhvlərini yoxlamaq üçün ora yönləndirəsiniz. Məsələn, hüquq istiqamətində düzəldə bilərəm ki, mənim proses zamanı vaxtımı almasın, müqavilənin içində rekvizitləri dəyişmək və s. Rekvizitləri ona verirəm, müqavilə şablonunu ona verirəm və mən daha sonra hər hansı müqavilə atdığım zaman o birbaşa orada dəyişiklik edib həmin müqavilə rekvizit bölməsinə həmin göndərdiyim faylı əlavə edəcəkdir və mən orada müqaviləni çıxardıb artıq birbaşa bağlaya biləcəm. Yaxud belə bir case olur şirkətlərdə adətən. Müqaviləni göndərsən qarşı tərəfin hüquqşünası götürür, nələrsə dəyişiklik eləyir və məcbur qalarsan hamısını oxuyursan ki, sənin şirkətin əleyhinə olacaq, hər hansı bir bənd əlavə olunmasın məsələn. Aranızda bu sahədə olanlar... Siz özünüz marketinq sahəsindəsiniz də, marketinq sahəsində bir marketinq sahəsi misal verə bilərsiniz, nə üçün istifadə edə bilərsiniz? Marketinq sahəsi üçün bot yarada bilərsiniz ki, sizin üçün content plan hazırlasın. Content planlarla əlaqəli fayllar ata bilərsiniz, şablon verə bilərsiniz ki, content planı birbaşa o şablonda versin sizə. Daha sonra SMS mətnləri məsələ yazılmalıdır. Bunun üçün SMS mətnləri ilə bağlı bir qaynaq verə bilərsiniz. Bu istiqamətdə istifadə edə bilərsiniz. Şəkil düzəltmə ilə bağlı, məsələn biz orada şəkili bağladıq, çünki şəkil düzəltmək istəmirik. Amma şəkil düzəltmək istəyirsə, sırf şəkil istiqamətində deyə bilərsiniz. Sənə nə yazsam, o mövzu ilə bağlı şəkillər düzəldəcəksən, şəkillərin arxa fonu bu rəngdə olsun, ölçüləri bu ölçüdə olsun və s. kimi istifadə etmək olar. Strategiya məsələsi. Məsələn, strategiya hazırlayacaqsınızsa, strategiya haqqında böyük kitablar var, marketinqin o top kitabları filan, ya da videolar internetdən. Onların transkriptini götürüb bota əlavə edib, həmin botu sırf marketinq strategiyası hazırlamaq üçün istifadə edə bilərik. Başqa indi ideyalar çoxdur da, artıq fantaziyanı işə salıb həmin prosesi icra etmək lazımdır.
Strategiya üçün əla işləyir, yoxlamışam. İdeal strategiya yazmaq olur. Əgər yaxşı qaynaqlar verdiyiniz zaman, strategiya ilə bağlı qəşəng qaynaq versəniz, icra eləyəcək. Biz o zaman özümüz bot yaratmaq üçün ödənişli şəklə keçməliyik də, düzdür? Bəli, Çünki dediniz minimum ki, Go paketi olmalıdır ödənişli ki, olmadan yaratmaq olmur. xeyr. Minimum Go paketinə keçmək lazımdır ki, özünüz bot yarada Tapşırıq biləsiniz. eləyə bilək. Bəli. Başqa sual olan varmı? Mən Hansı belə bir sual ödəniş davam edeyim. Buyurun. Mən HR-dayam və biz belə bir sistem yaratmışıq Google Sheet üzərindən. Bütün işçilərin orada məlumatları var və onlar finlərini yazanda məsuliyyət hüquqlarını görə bilirlər. Burada bir dənə problem var ki, eyni anda 2 nəfər finni yazanda düz vaxt qoymuşuq 10 saniyə ərzində yaza bilir, vaxt gözləyir. Amma onlar bir-birinin məlumatlarını görə bilir. Mən bunu bota ötürsəm və linki də əməkdaşlarımla paylaşsaq, belə problem yəqin ki, burada olmayacaq da. Hərə yalnız öz məlumatlarını görmüş olacaq. Bu problem həll olur yəqin ki, bota keçsək. Keçsəniz düşünürəm ki, həll edə bilər. Bunun üçün başqa həllər onsuz da keçəcəyik. Bu tip problemlər, ümumiyyətlə bu tip tapşırıqları professional şəkildə icra etmək üçün. Amma botla da düşünürəm ki, yoxlamaq olar. Test eləyə bilərsiniz. Bu şəkildə test etməmişəm. Google Sheet-dən daxil olub məlumat baxmasına. O fayl statik deyil də, belə başlayım, düzdürmü? Siz Sheet-də mütəmadi yeniləyirsiniz o məlumatı. Bəli. Hər ay onların məlumatlar avtomatik yenilənir. Aha. Düsturlar verilib də müddət ötdükcə hamısı gəlir üstünə oturub bütün məsuliyyətləri, əlavələri və s. Mən harda hansı hissədə şübhəli qalıram? ChatGPT gedib o linkə daxil olub baxıb baxmayacağına. Məncə ChatGPT statik fayl olsa baxacaq. Bot çünki daha yaxşı statik fayllarla işləyir. Dinamik faylla yaxşı işləyə bilmir. Amma yoxlamaqda fayda var. Əlbəttə. Amma fayl statik olsaydı, məsələn, ayda bir dəfə o faylı yeniləsəydiniz botun içində, bəli, onda problemli şəkildə hər yazan adamın cavabını qaytaracaqdı ki, sənin məzuniyyət haqqın filan qədərdir. Bir də bir məsələ, ödəniş elədik, aldıq qonu, məsələn, en qədər hazırladıq da botu. Sonra ödənişsiz versiyaya keçəndə orada bir limitləmə falan yoxdur da yəqin ki. Hazırlamısansa o davamlı işləyir. Bəli, hazırlanan bot qalır orada işləyir və başqa işlədənlər də işlədir, davam edə bilir. Təşəkkür edirəm. Buyurun. Başqa kimsə danışmaq istəyir səhv eləmirəmsə, yoxsa artıq dedimi? Mənim də sualım xanımın dediyi kimi idi, aşağı yuxarı. Mən demək istəyirdim ki, yəni biz tutaq ki, bir neçə ay ödənişli, bir neçə ay ödənişsiz istifadə edəndə bir problem olmayacaq ki? Yox, problem olmayacaq. Problem nə cəhətdən ola bilər? Məsələn, ödənişli versiyada istifadə etdiyiniz zaman sizdə orada söhbət limitləri çox böyük olur və istədiyiniz qədər söhbət edirsiniz və alışırsınız ki, mən ChatGPT istədiyim qədər daxil olub söhbət edirəm. Ödənişsiz versiyada söhbət etdiyiniz zaman müəyyən zaman sonra sizə deyəcək ki, 2 saat sonra daxil olun. Amma belə məlumatların tapılması baxımından bir fərq eləmir, elə ciddi. Yox, botlarda fərq eləmir. Bot olduğu kimi qalır, bot işləyir. Sadəcə botda belə bir şey var da, yəni ödənişsiz versiyaya keçdiyiniz üçün sizə müəyyən bir zaman sonra deyəcək ki, siz söhbət limitinə çatdınız. Amma bot keyfiyyət olaraq eynidir. Yox, mən ümumi ChatGPT-ni nəzərdə tuturam ki, məsəl üçün nəsə axtarış edirəm. Ödənişli və ya ödənişsiz olmasının bir əhəmiyyəti olur. Yəni verilən məlumata görə, aldığımız məlumata görə. Əgər zaman çərçivəsindədirsə, yox. Sadəcə bəzi funksiyalar, məsələn, dərin araşdırma və s. ödənişsizdə səhv eləmirəmsə artıq bağlayıblar. Aydın, çox sağ olun. Buyurun. Bu arada dərsin əvvəlində 2 xanım erkən qoşulmuşdu. Onlarla biz qısaca bir söhbət elədik. Gemini eşitmisiniz yəqin ki adını. Gemini də deyirlər, nəsə önəmli deyil. Google-un süni intellekt alətidir. Mənim orada pro hesabı işlədirəm. Məndə dəvət linki veriblər mənə ki, mən dəvət elədiyim adamlar ilk 3 ayı ödənişli şəkildə istifadə etsinlər. Daha sonra isə artıq $20 həmin paketin qiyməti. Əgər kimlər faydalanmaq istəyərsə, qrupa dəvət linkini göndərərəm, faydalana bilərsiniz. Yanlış anlamayın, mənim orada referral link falan deyil, hər hansı bir xeyrim yoxdur. Sadəcə 4 ay belə baxanda $80 pul eləyir, az deyil. Mütəmadi işlətmədiyiniz kart olsun, əlavə etdiyiniz, əgər sonra yəni pul çıxılma ehtimallarının falan qarşısını almaq üçün. Kartdan pul çıxdığı zaman, birinci kartı əlavə etdiyiniz zaman $1 pul çıxır kartı yoxlamaq üçün. Yəni kartda minimum 2 manat olmalıdır ki, onu həmin Gemini hesabına bağlayıb qeydiyyatdan keçib 4 aylıq ödəniş şəkli istifadə edəsiniz. Daha sonra isə
İstəməsəniz abunəliyi dayandırarsınız, yaxud da ki, çox işlətmədiyiniz kart olsun ki, içində mütəmadi pul saxladığınız kart olmasın. 20 dollar çıxanda birdən bir adam şey olur da, belə pis hiss olur ki, gözləmirdiniz axı o xərci və birdən belə görürsünüz ki, kartda nəsə pul çıxdı. Belə yoldaşlar, linki paylaşaram sizlə, qeydətdən keçərsiniz. Başqa dərslərimizdə Gemini-dan və sair onsuz istifadə eləyəcəyik. Belə. Gemini-in funksiyalarını da həmin vaxt artıq işlədərik. Ayrıca. Sualı olan varsa buyursun. Sualınız yoxdursa, düşünürəm ki, dərsi yekunlaşdırmış ola bilərik. Ümid edirəm ki, faydalı oldu. Belə başa düşdüm ki, funksiyaların bir çox hissəsini istifadə etmirdiniz. Əgər var idisə də yenidən üzərindən keçmiş oldunuz. Bu arada videonu dayandırıram, çox uzun olmasın. Sualınız varsa davam edək.